Bugünkü gündə avtomobil sifariş vermək istəyən hər hansısa bir şəxs qiymətləri çox rahatlıqla öyrənə bilir. Turbaz səhifəsinə daxil olub marka modeli qeyd etdikdən sonra bir çox şirkətin qiymət təklifləri sizin önünüzə çıxmış olur və sifarişlə qiymətləridir bunlar. Amma bir nüans var. Bilirsiniz ki, Instagram və yaxud TikTok, Facebook, digər sosial şəbəkələrdə avtomobillər Bakı təhvil qiymətləri ilə paylaşılır. Turboazda isə qaydası bu formadadır ki, avtomobil paylaşılan zaman gömrük rüsumu mütləq şəkildə əlavə edilməlidir. Gömrük daxil qiymət paylaşılmalıdır turboaza, sifarişlə olmasına baxmayaraq. Bu nüansa riayət etməyən bəzi şirkətlər var, hansı ki, bugünkü gündə bizə zənglər gəlir ki, ad çəkməyəcəm, filan şirkət sizdən $1000 daha aşağı qiymət qoyub və yaxud $2000 daha aşağı qiymət qoyub. Həmin şirkətlərin bir neçəsinə biz zəng elədik və məlum oldu ki, həmin şirkətlər turboazda gömrüksüz qiymət paylaşıb. Avtomobilin sadəcə Bakı təhvil gömrüksüz qiymətini paylaşıb və bu da bir çox müştərini çaşdırır və artıq turboaza daxil olduqda görürlər ki, tutalım ki, Avtoazərbaycan şirkəti bu avtomobili $15.000 paylaşıb, hər hansısa başqa bir şirkət $14.000, $13.000 paylaşıb. Niyə? Deməli, onlar daha aşağı qiymətə gətirir və onlarla əlaqəyə keçirlər. Və bu zaman artıq bazarda, belə deyək, həm turboazın öz qaydaları pozulur, həm də bazarda düzgün tənzimlənmir qiymət məsələsi. Biz bəzi şirkətlərlə əlaqəyə keçdik və sizə danışığımızı hal-hazırda göstərəcəm şirkətlə və özünüz də şahid olacaqsınız. Hər vaxtınız xeyir. Bu turboazdakı elana görə narahat edirəm. Burada paylaşmışsınız 2025 Çangan Q05 $13.600. Bəli, sifarişdən. Gömrük daxil qiymətdir bu? Yox, gömrük daxil deyil. Gömrük daxil deyil. Turboazda bəs gömrük daxil qiymət tələb edir axı qoymaq? Bildim o deyirlər, mən dedilər, mən özlərini izah edirəm ki, hər adam deyil, hər adam fərqli qiyməti dəyişir hər adama görə. Onlar da birləşiyor ki. Bir də buradakı maşındakı şəkillər 2024-ün şəkilləridir. Prosta 1K25 yazılıb. O sifarişdə prosta maşını göstərməkdir onu. Yaxşı oldu, çox sağ. Yəni gördüyünüz kimi avtomobilin nə ili, nə qiyməti, hətta salonu belə rəngi səhv qoyulub. Hansı ki, bu avtomobildə belə deyək də kərpic salon bugünkü gündə istehsal olunmur. Amma kərpic salonun şəkilləri qoyulub və 2024-ün şəkilləri qoyulub. Çangan Q05-dən gedir söhbət. Və disk təkəri də fərqlidir, bir çox dəyişikliklər var.